Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Uca olan Allah'ın güzel adlarıyla, uca sıfatlarıyla diləyirəm. Cümləmizi xeyir əməllərdə muvaffaq eyləsin. Bilmədiklərimizi öyrətsin. Bildiklərimizə əməl etməyi nəsib eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Keçən məclisdə Allah Taala'nın izni ilə Quran-ı Kərimdən sonra ən səhih dini məstərimiz olan Sahih Buxarinin müqəddiməsinə qısa olaraq toxunduq, müqəddiməsini keçdik. Bugünkü dərsimiz isə İmam Buxarinin cəm elədiyi Sahih kitabının ilk hədisinə toxunmaq olacaq. Demək, mənhəcimiz və üslubumuz Sahih Buxarinin şərhində, qardaşlar, biz müxtəsər olaraq hədisin mətnini əzbərləyəcəyik, müxtəsər olaraq hədisin mətnini biləcəyik. Ondan sonra mətnin qısa şərhini, izahını öyrənəcəyik. Ondan sonra hədisdən çıxardılan əqidə, mənhəc, fiqhi, tarixi, sira və s. kimi faydalara toxunacaq və beləliklə biz hədisin məğzində, hədisdə əsas olan hədəflərə ulaşmış olacaq. Bugün birinci hədisə toxunacaq Allah Taala'nın izni ilə. O da, bilirsiniz qardaşlar, biz keçən dərsdə müqəddimədə dedik, İmam Buxari rahimehullah səhih kitabını cəm eləyərkən kitablara bölmüşdür. Neçə kitab formalaşmışdı Sahih Buxaridə? 97 kitab. 97 kitabda isə hər kitabı bir neçə baba bölmüşdür. Cəmi babların sayı nə qədər idi? 3800. 3800 babdan ibarətdir Sahih Buxarinin içində olan 97 kitab. Birinci kitab İmam Buxarinin buyurur ki, Kitab Bəd'ul Vahiy, vəhyin başlanması. Vəhyin başlanması. İmam Buxari rahimehullah bu babı, bu kitabı yazdıktan sonra Bəd'ul Vahiy və yaxud da Bəd'il Vahiy hemen arkasıyla yazır ki Bismillahirrahmanirrahim. Ondan sonra arkasıyla Nisa suresinin 163. ayəsini qeyd eləyir. İnna evhayna ileyke kema evhayna ila Nuhin ve nebiyyina min ba'dihi. Nisa suresi 163. ayə. Sonra isə ilk hədis olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini rivayət eləyir. İnnemel a'malu bin niyyat ve innema likulli imri'in ma nawa faman kanat hicratuhu ilallahi ve rasulihi fe hicratuhu ilallahi ve rasulihi. Lakin bu cümləni İmam Buxari birinci hədisdə silir. Hədisin bu cümləsini silir, ikinci fəqərəsini qeyd eləyir. وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى إِمْرَأَةٍ يُصِيبُهَا وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِمْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ. Bunun izahına gələcək. Bu hədisin ravisi kimdir qardaşlar? Bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləmdən kim eşidib? Ömər ibn-i Xattab radiyallahu anhu ümmətin ikinci xəlifəsi. Ömər radiyallahu anhudan bu hədisi kim eşidib? Tabeinlərdən olan Alqama ibn Vaqqas Əl-Leythi rahimehullah. İmam Əl-Alqamadan kim eşidib? Muhammed ibn İbrahim Ət-Teymi rahimehullah. Muhammed ibn İbrahim Ət-Teymidən kim eşidib? Yahya ibn Sa'id Əl-Ansari rahimehullah. Yahya ibn Sa'id Əl-Ansaridən kim eşidib? İmam Buxarinin şeyxi Əl-Hümeydi rahimehullah. Deməli, bu hədisin silsiləsinə fikir verin. Peyğəmbər sallallahu aleyhi və səlləmlə bu hədisi kim eşidib? Ömər radiyallahu anhu. İndi burada dayanaq, bu məsələyə təzədən toxunacaq. Gələk Bismillahirrahmanirrahim sözünə, Nisa surəsinin 163. ayəsinə və sonra arxası ilə gələn hədisə. Məlumdur ki, alimlər adətən kitab yazdıqda Bismillahirrahmanirrahim deyib kitabın özünə keçməyiblər. Hacət xutbəsi deyilən yazıblar. Xutbələrdə deyir ya, İnnəlhamdülillahi nəhməduhu və nəstə'inuhu və nəstəğfiruhu. Alimlərin əksəriyyəti qardaşlar %95'i kitablarını xutbətul həcə ilə başlayıblar. Amma İmam Buxari isə başlamayıb. Şərh eləyənlər deyir ki, acaba İmam Buxari niyə
cümə xutbələrində olan xutbətül həcə deyilənlə İmam Buxari açmayıb. Qısa olaraq İbn Həcər rahimehullah bir neçə rəy deyir. Bir neçə rəy dedikdən sonra deyir ki, ona görə ki, İmam Buxari Peyğəmbər sallallahu aleyhi və səlləmin başqa hakimlərə yazdığı məktublarda işlətdiyi uslubla gedir. İmam Buxari Hirakla məktub yazır mı qardaşlar? Ha? İmam Buxari'də aynı Peyğəmbər s.ə.v Hiraklə yazdığı məktubda hansı üslubu işlədir? O üslubu işlədir. Yəni Peyğəmbər s.ə.v Bismillahirrahmanirrahim yazır. Allahın qulu və elçisi Muhammeddən Hiraklın böyük kralı, Rumun böyük kralı Hirakla. Orada xutbətül həcə var mı? Yoxdur. Sadəcə Bismillah ilə. Ona görə İmam Buxari bu kitabı ümmətə məktub olaraq yazır, ümmətə risalə olaraq yazır və Bismillahirrahmanirrahim ilə kifayətlənir. Həm də İmam Buxarinin qoyduğu birinci kitaba baxın, adı nədir? Vəhiyin başlanması. Vəhiylərdən öncə, surələrdən öncə nə gəlir qardaşlar? Bismillahirrahmanirrahim. Zaten ilk ayə ilə başladığı üçün önündə nəyi gətirir? Giriş olaraq Bismillahirrahmanirrahim. Kitabın adı nədir? Vəhiyin başlanğıcı. Vəhiyin başlanması unvanına uyğun, ən uyğun ayəti gətirir. O da Nisa surəsinin neçənci ayəsi idi? 163-cü. İnna əvhəynə ileykə kəmə əvhəynə ilə Nuhin və nəbiyyinə min ba'di. Ey Muhammed, biz sənə ayə nazil etdik. Necə ki səndən öncə Nuh aleyhissələmə və başqa peyğəmbərlərə ayə nazil etdik. Yəni, başqa peyğəmbərlərə biz necə ayələri nazil etdiksə, ayələri nazil eləyərkən hansı üslublardan istifadə etdiksə, yəni ayələrin hamısı bir üslubda gəlməyib qardaşlar. Cəbrail əleyhissalamın vasitəsilə gəlib, yuxu vasitəsilə gəlib, bir zəncir səsinə oxşayan bir səs vasitəsilə gəlib, ilham vasitəsilə gəlib. Peyğəmbərlərə hansı yollarla vəhiy gəlibsə, sənə də həmin yolla vəhiy etmişik. Çalış, ona deyil, məndə olsun diqqətin. Tamam, çalışın diqqətiniz məndə olsun ki, danışdığım şeylərdən faydalanasınız. Hər hansı bir xaricdə olan hərəkətlər diqqətsizliyinizə yol açmasın qardaşlar. Allah razı olsun. Deməli, bu ayədən sonra İmam Buxari rahimehullah bildirmək istəyir ki, şəriətdə bizim dini bilgiləri götürəcəyimiz ilk məsdər nədir? Ayə. Nədir qardaşlar? Ayə. Biz bugün qalxıb desək ki, İslam dinində bu halaldır və yaxud da İslami görüşdən bu şey haramdır, mütləq onu isbat eləməmiz üçün Qurandan ayə gətirməmiz lazımdır. İlk məsdərimiz nədir? Ayə. Əgər bir adam dediyini halal və haramı hər hansı bir hökmün isbatında və yaxud da inkarında Quran-ı Kərimdən ayə gətirə bilməsə, ona dəlalət eləyən səhih sünnə gətirə bilməsə, o gətirdiyi şey dindən sayılmır. O qəbul olunmur qardaşlar. Bunun da dəlili nədir? İmam Buxari ilk öncə İslam dinində dəlilin məsdəri ayə olduğunu isbat eləmək üçün ilk öncə Bismillahirrahmanirrahimdən sonra nə gətirir? Ayəni gətirir, arxasıyla da hədisi gətirir və bildirir ki, İslam dininin ilk məsdəri nədir? Quran və hədis. Hədisin mətni belədir. Peyğəmbər s.ə.v buyurur, İnnəməl ə'məlu bin niyyət. Həqiqətən əməllər niyyətlərə görədir. Kim hər hansı bir əməli hansı niyyətlə edirsə, əldə edəcəyi savab niyyətinə görədir. Kimin hicrəti Allah və Rasulunun yolundadırsa, onun hicrəti Allah və Rasulunun yolundadır. Kimin hicrəti dünya mənfəəti üçündürsə və yaxud da bir qadınla kəbinə girməkdirsə, onun hicrəti isə nə üçün hicrətə yola çıxmışdır, ona görədir. Hədisin mətni tamamlandı mı? Hədisin mətni tamamlandı. Gəlin qardaşlar, izaha keçək. İmam Buxari rahimehullahın bu hədisi ilk birinci nömrə olaraq gətirməyinin səbəbi özünə niyyətin əhəmiyyətini xatırlatmaq idi. Hətta özü yazarkən, Sahih Buxarini yazarkən əməlinin içinə riya girməsin deyə. İlk öncə İmam Buxari özünə xatırladır bu məsələni.
Dedik ki İmam Buxari ilk hədisdə gətirdiyi rivayətdə bu cümləni çıxardır. Kimin hicrəti Allah və Rasulü üçün olarsa, niyə çıxardıb bunu? Çünki İmam Buxarinin özün kimlərdən idi? Allah və Rasulü üçün hicrət eləyənlərdən idi. Hətta özünü burada öymüş olmasın deyə, yəni sanki özünü qəsd eləyir kimi bu cümləni çıxardır. İkinci cümləni saxlayır ki, hətta əməlində riyakarlıq girməsin. Baxmayaraq ki, ondan sonra iman kitabında, hicrət kitabında hədisin o biri cümləsini nə edir? İspat eləyir. Əziz qardaşlar, bu hədis elmlərində qarib hədis olaraq qeyd olunur. Nə hədis olaraq qeyd olunur? Qarib. Bu cümlə nə deməkdir? Baxın, İslam dinində halallar var, bir də nələr var? Bir də haramlar var. Fikir verin, haramları və halalları ispat etmək üçün bizim təməl iki məsdərimiz var. Birincisi Qur'an-ı Kərimdir. Nədir? İkincisi nədir? Sünnə. İkincisi də Peyğəmbər s.ə.v-in sünnəsi. Qur'an-ı Kərimin isbatında, yəni bu ayədir deməkdə ictihad eləməmizə gərək yoxdur. Qur'an-ı Kərimin 114 surəsinin hamısı ümmətin icması ilə sabitdir. Nədir? Ümmətin hər hansı bir ayəni biz ispat eləmək üçün isnada ehtiyacımız varmı? Xeyr. Mutavatir olaraq yalanlanması mümkün olmayan səviyyədə Qur'an-ı Kərimin 114 surəsinin hamısı ispat olunub. Bugün biz Qur'an-ı Kərimdən dəlil gətirərkən bu ayə sabitdirmi, bu ayə sabit deyilmi, səhihdirmi, zəifdirmi? Bu məsələləri nə eləmirik qardaşlar? Tartışmırıq. Biz nəyə axtarırıq? Qur'an-ı Kərimin dəlalət elədiyi məsələlərdə alimlərin ictihadını. Amma isbatını axtarırıqmı? Axtarmırıq. Amma əgər bir dəlil sünnədəndirsə, onda o zaman sünnənin səhihdirmi, zəifdirmi, onun isbatını nə etməmiz lazımdır? Axtarmalıyıq. Peyğəmbər s.ə.v-in sünnəsi iki qismə bölünür. Birincisinin adı nədir? Mutavatir. Nədir? Bəzi sünnədə dəlillər gəlib, onun adı nədir? Mutavatir. Mutavatir nə deməkdir qardaşlar? Çoxlu insanların bir-birindən rivayət elədiyi hədislər. Məsələ, Peyğəmbər s.ə.v bir söz deyir. Məsələ deyir ki, sol əlinizlə yeməyin. Nə deyir? Həqiqətən şeytan sol əli ilə yeyir. Bu hədisi eşidib Peyğəmbər s.ə.v-lə Əbu Bəkir, Ömər, Osman, Əli, Ənəs, Əbu Hureyra, Cəbir ibn Abdillah və s. radiyallahu anhum çoxlu sahabələr eşidib. Bu sahabələrin hər birindən onlarca tabeinlər eşidib. O tabeinlərin hər birindən onlarca onların tələbələri eşidib. Və çoxlu saylarla həmin hədisin rivayəti gələndə onu yalanlamaq mümkündürmü? Mümkün deyil. Ona görə buna deyirlər yalanlanması mümkün olmayan xəbər. Ərəbcə bunun adı nədir? Mutavatir. İkinci hədisin bizə gəlmək usulu qardaşlar, onun adı isə əhəddir. Nədir? Əhəd nə deməkdir? Yəni mutavatir olmayan yollarla gələn hədislər. Aydındırmı? Yəni bu səviyyədə olmayan hədislər. Amma bu hədis-ül əhədin bölmələri var. Hədis-ül əhəd səhih ola bilir. Nə ola bilir? Səhih. Ondan bir tık aşağı amma etibarlıdır. Həsən ola bilir. Nə ola bilir? Həsən. Etibarlıdırmı həsən hədislər? Etibarlıdır. Ondan aşağı isə zəif ola bilir. Zəif hədis etibarlı deyil. Bəzi məsələlər istisna. Bundan da aşağı bir dərəcəsi var qardaşlar. Uydurma. Nədir? Uydurma. Uydurma hədis tamamilə rədd olunur. Peyğəmbər s.ə.və nisbət eləmək olmaz. Deməli, əhəd yolu ilə gələnlərdə səhih var, həsən var, zəif var, bir də uydurma var. Bunlardan qəbul olunanlar ilk qismidir. Ortasında təfsilat var. Ən aşağıda isə rədd olunur. İndi bu şeyə diqqət eləyək. Bunu silə bilirikmi? O bəzən yaralananda adam maykasını cırır, sarıyır. Bura kim başa düşdükmü? Qaranlıq yer var mı? İndi fikir verin,
Əhədin bu danışdığımız şeylərini silirik. Çünki ikinci fəqərəsini başa düşməmiz lazımdır. Bu izahı ona görə verirəm ki, bu hədisi hətta başa düşək qardaşlar. Bu izahı bilməmiz, hədisi anlamağa, bir də hədis alimlərinin bu çəkdiyi əziyyətləri bir dərk eləyək ki, hədisdən nə nəzərdə tutulur? Bu bəzi beyni çürümüşlər var qardaşlar. Beyni çürümüşlər var. Beyinləri çürüdüyü üçün, dini təhsillər zəif olduğu üçün Rasulullah s.ə.v-in sünnəsinə dil atırlar. Rasulullah s.ə.v-in səhih sünnəsinə dil atan insanların beyni çürük vəsifini onlara yapışdırmalarını haqq eləyirlər. Deməli, əhəd hədislərində qardaşlar, rivayət baxımından hədislərin adı var. Bəzi hədislərin adı məşhurdur. Nədir? Nədir? Bir hədisi ha vaxt məşhur deyilik, bilirsinizmi? Bir hədisin rivayətində bütün sənədlərinin hamısında 3 kişi və 3 kişidən daha çox rivayət eləmiş oldu. Məsələ, Peyğəmbər s.ə.v-lə Ömər eşidib, Osman eşidib, Əli eşidib, radiyallahu anhum. Bu üçündən də tabeinlərdən Mücahid eşidib, Dahhak ibn Muzahim eşidib, Davus eşidib. Bu tabeinlərindən filan eşidib. Silsilə belə 3 və yaxud daha çox gəlir. 3 və daha üzərində bir hədisi rivayət edən silsilə gəlirsə, onun adı nədir? Məşhurdur. Baxın, məşhur hədislər səhih qismində ən məşhurudur. Məşhurdan sonra bir tık aşağı olan var, onun adı var aziz. Nədir? Əziz yəni, əziz, sevimli deməkdir, əziz. Nədir? Əzizim demirlərim bizdə. Nə deməkdir əzizim? Arvadına əzizim deyən var mı burada? Əziz, sevimli deməkdir. Hədisə əziz nə vaxt deyilik və yaxud da hədis alimlər bir hədisə əzizdir, ha vaxt deyilir. Əgər isnadında 2 kişi varsa, 3 kişi olanda nə olur adı? Məşhur. Sadəcə 2 kişi olarsa isnadında ona nə deyirlər? Aziz. Aziz də qəbul olunandır. Azizdən bir tık aşağı rivayət baxımından, səhihlik, zəiflikdən getmir söhbət burada. Rivayətlərin gücü baxımından. Bir tık aşağıda rivayət baxımından ancaq bir kişidən bir kişi götürmüş olarsa onun adı da qaribdir. Nədir? Qarib. Bizim dildə, Azərbaycan dilində yəni qərib. İçimizdə burada Qaracaladan olmayan biri var mı? Mesela Qaracaldan demeyeyim de Gürcistanlı olmayan içimizde biri var mı? Olan var. Tevfik var. Tevfik qəribdir qardaşlar. İçimizdə Tevfik qəribdir. Alışmayıb içimizdə qonaq sayılır. Qərib yəni kütlənin içində tək seçilən deməkdir. Əgər bir hədis bir kişidən eşidilibsə, bu hədisin adı nədir? Qərib. İndi bir cümlə işlədəcəm, istəyirəm bu cümləni biləsiniz. Hər qərib hədis səhih olmaq zorunda deyil. Hədis ola bilər ki, qəribdir, amma uydurmadır. Ola bilər ki, qəribdir, amma zəifdir. Amma hər səhih olan hədis də mutavatir olmaq zorunda deyil. Ola bilər ki, hədis qəribdir, səhihdir. Azizdir, səhihdir. Məşhurdur, səhihdir. Amma mutavatir olan hədis uydurma olmağı mümkün deyil. Qərib olmağı mümkün deyil. Aziz olmağı mümkün deyil. Məşhur olmağı mümkün deyil. Onun bir adı var. O da nədir? Mutavatir. Mutavatirin zəif olmaq ehtimalı var mı? Yox. Qəribin zəif olmaq ehtimalı var mı? Azizin zəif olmaq ehtimalı var mı? Var. Məşhurun zəif olmaq ehtimalı var mı? Var. Biz ona görə bunların səhih və zəif olmağını kəşf eləməmiz üçün və yaxud da alimlərin getdiyi mənhəci bilməmiz üçün bir hədisi rivayət eləyəndə içində gedən kişiləri biz nə edirik qardaşlar? Araşdırırıq. İndi fikir verin. Bir tık məsələni biz asandan çətinə doğru gedirik. Amma anlaşılmayan bir şey var mı? Geri dönə bilərik. Anlaşılmayan bir şey var mı? Elhamdülillah. Deməli, qardaşlar, gəlirik İmam Buxarinin Sahih kitabında rivayət elədiyi ilk hədisdə. Hədisin mətni var. İnnəməl ə'məlu bin niyyət. Əməllər nəyə görədir? Əməllər niyyətə görədir. Bu hədisi kim deyib? Muhammed
sallallahu aleyhi ve sellem deyir, həqiqətən əməllər niyyətə görədir. Bu hədisi Peyğəmbər sallallahu aleyhi ve sellemlə qulağı ilə kim eşidib? Ömər radiyallahu anhu. Ömər radiyallahu anhu deyir ki, İmam Buxarinin rivayətində, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin dediyini eşitdim ha. Nə ilə eşitir? Qulağı ilə. Ömər radiyallahu anhu da bu hədisi Peyğəmbər sallallahu aleyhi ve sellemin eşitdiyini harda deyir? Minbərdə deyir. Yəni xütbə verərkən bu hədisi deyir. Həmən Peyğəmbər Ömər radiyallahu anhunun xütbəsində oturan bir dənə tabein var idi. O tabeinin adı nə idi? Alqama. Nə idi? Alqama İbn-i Vaqqas Əl-Leysi. Bu adam da tabeindir. Tabein təbəqəsindəndir. Bugün bir dərsdə oturur. Dərsdə oturanda deyir ki, mən Ömər radiyallahu anhunun xütbəsində idim. O xütbə verərkən bu hədisi dedi. Alqama bunu deyəndə, Alqamadan da eşidən bir adam var. Onun adı da var Muhammed İbn İbrahim Ət-Teymi. Bu Leysi, Teymi bu qəbilə adıdır. Orucov, Astanov filan. Ərəblərdə bu Teymi, Leysi filanlar bunlar qəbilə adlardır. Yaxşı, bu Muhammed İbn İbrahim Əl-Leysi o da oturur bir gün tələbələrə dərs keçir. Dərs keçəndə deyir ki, mən eşitdim Alqamada Omardan eşidib radiyallahu anhudan. O da Peyğəmbər sallallahu aleyhi ve sellem və o da bu hədisi deyir. O Muhammed İbn İbrahimdən eşidənin adı nədir qardaşlar? Yahya İbn Sa'id Əl-Ansari. Fikir verin. Bundan da bu eşidib. Yahya İbn Sa'id Əl-Ansari bunu danışarkən ondan da bunu həmin hədisi kim eşidib? Əl-Hümeydi. Kim? Əl-Hümeydi. Əl-Hümeydi də kimin şeyxlərindəndir? İmam Buxarinin şeyxlərindəndir. İmam Buxari gedir Hümeydinin yanına, deyir ki, mənə hədis danış. Hümeydi deyir ki, mən Yahyədən, Yahya Muhammeddən, Muhammed Alqama Ömərdən, Ömər də Peyğəmbər s.ə.v-lə bu hədisi eşidib. İndi diqqət eləyin. İmam Buxari həmən axtarır şeyxi kimi? Hümeydiyi. Soruşur dövründə yaşayan adamlardan ki, bu namaz qılırdımı, oruç tuturdumı, zəkat verirdimi, həccə gedirdimi, cəmaat namazına gəlirdimi, haramlardan qaçırdımı? Bunun haqqında hamı gözəl sözlər deyir. Sonra kim axtarır? Yahya ibn Sa'idi. Sonra kim axtarır? Muhammed ibn İbrahim. Sonra kim axtarır? Əl-Qaman. Sahabəni axtarma gərək varmı? Sahabə qırmızı xətdir. Əhl-i sünnə sahabələr haqqında fikir yürütmür, ya da axtarmır. Və bunların hamısı haqqında dövründəki alimlərin hamısı səna eləyəndən sonra, hamısı güvənli adamlar olandan sonra bu hədisi İmam Buxari gətirir, səhih kitabına yazır. Çünki bunun yalan olmaq ehtimalı nə olur? Mümkün olmur. İndi düşünün qardaşlar, bu hədis bu qədər məşhur olmağına baxmayaraq, hədis hansı növdəndir? Əl-Qarib. Hansı? Qarib növündəndir. Yəni bu hədisi Peyğəmbər s.ə.v-lə Ömər radiyallahu anhudan başqa heç bir sahabə rivayət eləməyib. Ömər radiyallahu anhu bunu xütbədə dərkən insanların hamısı unudub. Bir dənə kimin yadında qalıb? Alqamanın. Alqama onu rivayət eləyərkən yalnız ondan kim rivayət eləyib? Muhammed ibn İbrahim Teymi. Ondan da sadəcə kim eşidib? Yahya ibn Sa'id el-Ansari. Yahya ibn Sa'id el-Ansari'dən sonra bunu onlarla adam eşidib. Yahya ibn Sa'id el-Ansari'yə kimi ancaq tək rivayətdə tək kişilər olarsa o hədisin adı nədir? Hədisun qaribun. Hədis qarib səhih də ola bilər, hədis qarib zəif də ola bilər, hədisil qarib uydurma da ola bilər, hamısı ola bilər. İndi təsəvvür edin, İmam Buxarinin rivayət elədiyi ilk hədisdə ən möhtəşəm hədis qaribdir, amma hökmü nədir? Səhihdir. Bu hədisin səhihliyində ixtilaf varmı? Bu hədisin qardaşlar səhihliyində ixtilaf yoxdur. Çünki içində olan kişilərin hamısı əsrin qızıllarıdır. Bunlar çox dəyərli insanlardır. Gəlin indi qardaşlar hədisin şərhinə keçək. Bu hədis ümmətin icması ilə ən böyük İslam dinini təmsil edən hədislərdən biridir. Hətta İmam-ı Şafiinin gözəl bir sözü var. İmam-ı Şafii deyir ki,
İmam Şafii deyir ki, əgər bu hədisi götürüb 70 fiqhi məsələ babına yerləşdirmək istəsək mümkün idi. Bu hədis 70 fiqhi baba daxil edilə bilər deyil İmam Şafii. Başqa bir rivayətdə İmam Şafii deyir ki, İslamı anlatan, İslamın bütün hökmlərini bəyan edən 3 hədisdən biridir deyir bu. Kim deyir bunu? İmam Şafii. İslami elmləri təmsil edən elmlərin 3də biridir. İmam Əhməd ibn Həmbəl deyir ki, İslam dinini əsas bəyan edən 3 hədis var. Onlardan biri budur. İkincisi nədir? Ayşə radiyallahu anhənin hədisi, mən əhdəsə fi əmrinə hədə mə leysə minhu, kim bizim dinimizdən olmayan bir şey gətirərsə başına rədd olunur. Üçüncüsü nədir? Əl-həlal beyyinun vəl-haramu beyyinun və beynəhuma umurun müştəbihət. Halal da açıq aydındır, haram da açıq aydındır, aralarında şübhəli şeylər var. Deməli, bu hədis haqqında həm İmam Əhməd ibn Həmbəlin, həm İmam Şafiinin, həm ümmətin böyük alimlərinin sənaları və bu hadisin nə qədər geniş hədis olduğu haqqında sözləri var. Uzun sözün qıssası, qardaşlar, əməllər üçün bu hədis qaydadır. Nədir? Əməllər üçün bu hədis qaydadır, əsasdır. Bu hədis onu göstərir ki, İnnəməl ə'məlu bin niyyət. Həqiqətən əməllər nəyə görədir? Niyyətə görədir. İndi fikir verin. Bu onu göstərir ki, insanın zahiri ilə, görünən tərəfi ilə insanın batini bir olmalıdır ki, hətta insan bu hədisə əməl eləmiş olsun. Yəni, insanların göstərdiyi ilə deyil ibrət, eyni zamanda nədir? İnsanların daxillərində olanlardadır ibrət. Bunu anladıq mı? Məsələ fikir verin, qardaşlar. Dur, Abdülməcid, ayaq üstə dur. Sən də ayaq üstə dur. Bir zəhmət. Sən də ayaq üstə dur, bir zəhmət. Baxın, qardaşlar, bu 3 qardaşı huzurunuzda ayaq üstə qalıqdılar. Sizə deyəcəm ki, 2 rəkət namaz qılın. Üçünüz də neynə? 2 rəkət namaz qılın. Misal üçün. Neynəyəcəklər? Oturun. Qalxacaqlar, təkbir gətirəcəklər. Allahu Ekber. Fatihəni oxuyacaqlar, rukuya gedəcəklər, səcdəyə gedəcəklər. 2 rəkət namaz qılıb salam verəcəklər. Zahiri əməlləri eynidirmi? Sual verin. Zahiri əməlləri eynidirmi? Amma bunların daxillərində olan niyyətlər fərqli olduğu üçün qazanacaqları savab daxillərində olan niyyət qədər olacaq. İslam dinində ibrət zahirdə göstərdiyimiz işlər deyil. Daxilin o zahirlə uzlaşmasında da əsas məsələ. Bunu anlayırıq mı, qardaşlar? Bax, misal üçü deyim. Adamlar var namaz qılır ki, namaz qılan kimi tanınsınlar. Adamlar var namaz qılır ki, riyakarlıq eləsinlər. Adamlar var ki, namaz qılır ki, özlərinə iş tapsınlar. Adamlar var namaz qılır, yalnız aləmlərin Rəbbi olan Allahın rızasını qazanmaq üçün. Məsələn, olur da birdən, məsələn, biri gəlir, deyir ki, Allahu Ekber, 2 rəkət namaz qılmaq istəyir, məsciddə heç kim yoxdur. Heç kim yoxdur. Elhamdülillah Rabbil alemin, Ar-Rahman Rahim, Məlik yevmiddin, İyyəkə na'budu və İyyəkə nəstəin, oxuyur Allahu Ekber, yəni cəmi-cümü 2 dəqiqə rəkəti bitirəsidir. Birdən içəri 4-5 adam girir, elm əhli girir, yaxşı adamlar girir. Bu hiss edir ki, buna baxırlar. Bu, Elhamdülillah Rabbil alemin, Ar-Rahman Rahim, Məlik yevmiddin, belə oxuyası olmur da. Elhamdülillahi Rabbil alemin. Ər-Rahmanir-Rahim. 2 dəqiqə yox, 5 dəqiqə uzatmaq niyyətindədir. Hələ bir də birdən eşitəndə ki, maşallah, maşallah, bu nə qoxda namaz qılır, nə yaxşı namaz qılır. Niyyət təmiz dəyişir. İndi də biri də var, maşallah yox, hər cür səna eləsinlər, 500 adam yığılsın, baxsın, heç kəs onun üçün önəmli deyil. Özünü aləmlərin Rəbbinin önündə hiss eləyir, onun huzurunda hiss eləyir, oxuduğu ayələri onun razılığını qazanmaq üçün seçir, başını əyəndə Allahın qavağında əydiyini düşünür, namazını belə əda eləyir. İkisinin arasında savabda fərqi varmı? İkisinin qıldığı namazda savabların böyüklüyü və kiçikliyi nələrinə bağlı olur? İçlərindəki nəyə? Niyyətə bağlı olur, qardaşlar. Qazandıqları savab daxillərində olan niyyətə görədir.
Niyyətin nə qədər xalisdir, nə qədər təmizdir, nə qədər düzgündürsə, o qədər sən çox savab qazanırsan. Nə qədər niyyətində Allah rızası, Allahın razılığı, niyyətində səmimiyyət azdırsa, o qədər az savab qazanırsan, o qədər səmiyyətsizlik baş verir. Bu hədisi İmam Buxari ilk hədis eləməyində məqsədi bu əməlində ona riyanın əslində girməməsidir. İşini Allah rızası üçün etməsidir. Bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan eləyəndən sonra qardaşlar 2 dənə misal çəkir. Buyurur ki, kimin hicrəti Allah və onun Rasulü üçün olarsa, onun hicrəti Allah və onun Rasulü üçündür. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi danışan vaxtı hicrət vaxtı idi. Yəni Məkkə hələ fəth olunmamışdı. Məkkədə olan insanlara vacib idi ki, kim İslamı qəbul eləsə, küfür diyarından çıxması vacib idi. Hara hicrət eləməli idi? Mədinəyə. Kim İslamı qəbul eləyəndən sonra küfr əhlinin içində qalmağı seçərdisə, o böyük günah qazanırdı, Peyğəmbər s.ə.və asi sayılırdı. Mütləq nə eləməli idi? Hicrət eləməli idi, hicrət vacib idi. Amma Peyğəmbər s.ə.v Məkkəni fəth eləyəndən sonra buyurur ki, Lə hicrətə bə'dəl fəth. Məkkəni fəth eləyəndən sonra artıq hicrət gərəkmir. Çünki Məkkənin özü də nəyə çevrilir? İslam diyarına çevrilir. Və müsəlman, niyə Peyğəmbər s.ə.v hicrəti o vaxt vacib eləmişdi? Hətta müsəlmanların sayı Mədinədə çox görünsün deyə. 3'ü burada, 5'i orada, 20'si orada, 50'si burada, hərəsi orada, burada səpənəhli olanda qardaşlar, müsəlmanların gücü görünmürdü, sayı görünmürdü, müsəlmanların qüvvəsi görünmürdü. Ona görə Peyğəmbər s.ə.v hicrəti vacib eləmişdi ki, hamı oraya gəlsin ki, müsəlmanlar bir-birini qoruya bilsin. Amma müsəlmanlar güclənəndən sonra, bəzi diyarlar fəth olunandan sonra, İslam yayılandan sonra Peyğəmbər s.ə.v dedi ki, artıq hicrət yoxdur. Hicrət nə deməkdir? Küfür diyarından İslam diyarına köçmək. Küfür diyarından İslam diyarına köçmək. İndi bu bir hicrətdən danışarkən bəzi adamlar deyir ki, biz Gürcüstanda yaşamamız nə qədər doğrudur. Gürcüstan Hristiyan ölkəsidir, düzdür mü qardaşlar? Deyirlər ki, biz qeyri-müsəlman ölkəsində yaşayırıq, bizim burada yaşamağımız necə doğrudur? Mən də qardaşlara deyirəm ki, sual verərkən cavaba da hazır olun. Cavabı əməl eləmirsinizsə sual verərkən düşünün. Tamam da, əsl odur ki, müsəlmanların arasında yaşamalıdır. Düzdür mü? Müsəlman ölkəsinə hicrət eləməlidir. Məsələ, 21 dənə ərəb ölkəsi var, deyək belə. Nə bilim, 50-dən çox da ümumiyyətlə müsəlman ölkəsi var. Düzdür mü? Gedə bilirikmi? Niyə yatırsınız? Gedə bilirim, gedə bilmirik. Gedə bilmirik. Gedə bilmirik. Köçə bilirsən, daşına bilirsən. Yox, səndən viza istəyirlər. Rusum ödəməlisən. Onu ödəməlisən, bunu ödəməlisən. Coğrafiyalar çizilib, daha istədiyini sən elə bilmirsən. Başa düşürsün qardaşlar. Yəni, əsl odur ki, müsəlmanların içində yaşamalıdır ki, hətta qeyri-müsəlmanlardan təsirlənib dininə xələl gətirilməsin. Amma bugün yaşadığımız əsrdə elə bir dönəmdə yaşayırıq ki, haradasa bəzi ölkələrdənsə adamlar bəzən İslam dinini qeyri-müsəlman ölkələrində bəlkə daha rahat yaşayırlar. Bəzi belə yerlər varmı? Bəzi belə yerlər var. Və ayrıca bəzən istədiyimiz müsəlman ölkəsinə biz daşınırıq, artıq köçürük, gedib orada yaşayacaq. Bu elə düşündüyümüz qədər də rahat deyil. Real olan budur. Real olan budur. Aydınım qardaşlar. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hicrət məsələsini ixlasda misal gətirir qardaşlar. Deyir ki, kim Allah və onun Rasulü üçün hicrət eləyərsə, onun hicrəti kimin üçündür? Allah və Rasulü üçün. Yəni, kim Məkkədən Mədinəyə gəlməyində məqsəd, Mədinədə müsəlmanlara dəstək olmaq, Allahın dinini ucaltmaq, Allahın dinini yaşatmaq, Allahın Peyğəmbərinə dəstək verməkdirsə, Allah onun bu niyyətinə görə savabını verəcək. Amma kimin niyyəti Mədinəyə gəlməkdə, Peyğəmbər s.ə.v-in yanında durmaq, məscid tikmək, müsəlmanları müdafiə eləmək, şəriəti yaşamaq deyil. Mədinəyə gəlir ki, pul qazansın, alver eləsin, biznes qursun, özünə bir arvad tapsın, evlənsin. Niyyəti bu olarsa,
bu Allah yolunda hicret etmiş olmur. Bu ancak arvad almış üçün gəlmiş olur və yaxud da pul qazanmış üçün gəlmiş olur. Yəni əməllər zahirində ikisi də hicrətə oxşasa da bunları ayıran şey nədir? Niyyət. Kimin niyyəti nədir? Ona görə. Peyğəmbər sallallahu əleyhi və səlləm hicrəti misal gətsə də bütün əməllərdə əslində bu hədis nədir qardaşlar? Bütün əməllərdə bu hədis qaydadır. İndi fikir verin. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm bu misalı boşuna mı gətirmişdi? Hapo. Boşuna mı gətirmişdi? Yox. Bir sahabə Məkkədə İslam'a gəlir. Bir nişanlısı olur Mədinədə. Mədinədə bir nişanlısı olur. Bir sevgilisi olur. Ona məktub yazır ki, mən səni bəyənirəm. O da deyir ki, bəyənsən bəyən də. Mən müsəlmanam, Mədinədə yaşayıram. Mən Məkkəyə gəlməyəcəm ki. Küfür diyarına gəlməyəcəm ki. Əgər mən bəyənirsən, məni istəyirsən, çıx gəl. Gəl Mədinədə evlənək. Məktub yazır, cavab yazır. Ummu Qeys adında bir qadın olur. Bu da məktub gələndə verini veşin toplayır, gedir Mədinəyə. Niyə gəldin? Hicrət eləmişəm. Amma hicrətdə amaç nədir? Ummu Qeyslə evlənməkdir. Gəlir Mədinədə Ummu Qeyslə evlənir. Və sonra da muhacirlərin içinə gedir ki, güya bu nədir? Muhacirdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bilir. Eşidir bunu, xəbəri var. Ona görə Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, məsələ Məkkədən Mədinəyə gəlmək deyil. Məsələ kimin nə niyyətinə gəlməyidir. Sizdən bəziləriniz arvad almaqdan ötürü gəlirsiniz, bəziləriniz bu da biznes qurmaqdan ötürü, bəziləriniz isə dininizi yaşamaqdan ötürü. Ona görə kimin niyyəti nədirsə, savabı da o qədərdir. Aydın olun qardaşlar. Hacca getsiniz. Ümrəyə gedirsiniz. Biri hacca ümrəyə gedir ki, günahlarını tövbə eləsin, günahlarını Allah bağışlasın, günahlarının kəfarəsi olsun. Biri də gedir ki, desinlər ki, bu adam hacca ümrəyə gedib. Ad qazanmaqdan ötürü, hörmət qazanmaqdan ötürü. Subhanallah, biz o vaxt hacda olanda Arafada oturmuşuq qardaşlar. 2012-ci ildir, səhv eləmirəmsə. Hacda oturmuşuq. Bizim 2011-ci ildir, səhv eləmirəmsə. O zamanlar avtobusla gedirlərdi hacılar. Yəni Suriyada qarşıqlıq başlamadan öncə idi. 2011-də başladı orada. Ondan öncə idi. Arafada oturmuşuq, bizim yaşlı hacılar var, haca gələnlər var, oturmuşuq. İndi aralarında söhbət eləyirlər, mən də yaxınlarında oturmuşam. Biri deyir ki, bax deyir, mən sana nə deyirəm. Biri o birisinə deyir. İstəyirsən deyir, axşamatan Arafada durma, sabah çıx get, Azərbaycana çıx get deyir. Ağını buraya bastınsa hacı sana deyir, tutardı getdi. O da deyir ki, tamam bilirəm deyir, nədə dursan deyir, bilirəm deyir. Deyir, yox, mən demirəm, deyir, hacısan. Yəni, qayıdıb da bilərsən ki, mən hacıyam. Yalan demiş olmursan, deyir. Başa düşürüm, qardaşlar. Məsələ Məkkəyə getmək deyil. Məsələ nə niyyəti ilə gedirsən? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim qəbul olunan hac eləyərsə, yeni doğulmuş uşaq kimi günahsız qaydar. Hac o qədər böyük bir əməldir ki, İnsan Allahın əmr etdiyi kimi qəbul olunan bir hac etmək imkanı olarsa, yeni doğulmuş uşaq kimi günahsız olar. Biri var bunun üçün gedir, imeni, özünü təmizləməkdən ötürü. Biri də var ki, ağını buraya bastı söhbəti var. Mən hacıyam. Hər münasibətdə deyirsən, mən Arafada olanda, mən Minada olanda, mən burada olanda, mən burada olanda. Bütün əməlləri götürün. Oruç tutmaq var, zəkat vermək var. Ondan sonra hacca getmək var, Quran oxumaq var, dua oxumaq var, sədəqə vermək var. Bütün Allahın razılığını qazandıran əməllərin hamısında ixlas, Allah rızası üçün etmək çox önəmlidir. Hicrət bu da sadəcə nə idi? Misal idi. Nə idi? Sadəcə misal idi. Əslində bütün əməllər bu ixlas məsələsinə qardaşlar daxildir. Allah qatında bir əməlin qəbul olunması üçün ilk şərt nədir? Bu hədisdir. İlk şərt nədir? O əməlin Allah rızası üçün olmasıdır. İkinci şərt nədir qardaşlar? O əməlin sünnəyə uyğun olmasıdır. Hansı ki o da yenə Ayşə radiyallahu anh hədisində gəlir. Kim bizim dinimizdən olmayan bir şey gətirərsə başına çaxılır. Yəni etdiyimiz əməl Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi kimi olmalıdır. Rasulullah sallallahu aleyhi və səlləm günorta namazının fərzini neçə rəkət qılıb? 4 rəkət.
Biz qalxıb 5 rəkat qılsaq qəbuldurmu? Qəbuldurmu qardaşlar? Rasulullah sallallahu aleyhi ve sellem Ramazan ayının orucunu hansı ayda tutub? Ramazan ayında tutub. Biz Ramazanın orucunu Şavvalda tutsaq keçərlidirmi? Xeyr. Peyğəmbər sallallahu aleyhi ve sellem həcci hansı ayda eləyib? Zilhiccə ayında. Biz Rəcəb ayında hacca getsək, o yerlərdə olsaq, həcc etmiş sayılırıqmı? Xeyr. Əməllərimiz ixlasla bərabər Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə də uyğun olmalıdır. Və bu kəlmə tövhiddə cəm olunur. Yəni, la ilahə illallah ixlas tələb eləyir, Muhammedur Rasulullah da əməli sünnəyə uyğunluğunu tələb eləyir. Kim la ilahə illallah desə, Muhammedur Rasulullahdan imtina etsə, o insan müsəlman sayılmır. Necə ki, kim ixlasla əməl etsə, amma əməli sünnəyə uyğun olmasa, onun da eləcə də əməli nə olmur? Qəbul olmur. Bir adam müsəlman olması üçün la ilahə illallahla bərabər nəyi də deməlidir? Muhammedur Rasulullah. Bir adamın əməlinin qəbul olması üçün də ixlasla bərabər də əməlin nəyə uyğun olmalıdır? Sünnəyə uyğun olması ləbudur. Uzun sözün qısası, bu hədisdən bəzi faydaları qeyd elədim qardaşlar. Qısa olaraq oxuyacağım, yadınızda saxlayın. Faydaları araşdırarkən bu hədislə ilgili qabağıma, önümə 100-dən çox fayda çıxdı. Əqidə ilə ilgili, fiqhi məsələlərlə ilgili, sira ilə ilgili, lüğətlə ilgili bir çox. Lakin hamısını deməmiz mümkün deyil. Çünki biz 10 hədis mi demişdik, biz keçən dəfə şərh eləyəcəyik. Bu birinci hədisdə ona görə detay istədim ki, verək. Çünki hər şeyin başlanğıcı bir evi tikiriksə təməlin olmalıdır, möhkəm olmalıdır ki, üzərinə qurduğumuz sağlam olsun. İxlas, elm almaq yolunda ən önəmli məsələ olduğu üçün bu məsələni ona görə detaylı şeylədik. Hədisin faydalarından birincisi, İsbət ənəllaha Teala ya'ləmu mə fil qulubi minən niyyəti vəl məqasid. Allah Taala'nın niyyətlərdə və qəsdlərdə insanların qəlbində nələrin olduğunun bilməsi. Faydalardan biri bu. İkincisi, vücub ixlasun niyyəti lillahi bila ixlas fəl-əməlu bila ixlasin la yənfəu sahibəhu. Əməllərdə ixlaslı olmağın vacib olması, ixlassız əməl insana nə vermir? Fayda vermir. Üçüncü, əl-isbətu ənəs-səvabə vəl-iqabə yətəalləqani biz-zahiri vəl-batini ma'an. İsbat eləmək ki, insanların zahiri əməlləri ilə daxili əməlləri bərabər olmalıdır ki, hətta ümid olunan savabı alsınlar. Dördüncü fayda, bəyan ennel a'malə la tuqbalu illə bi şərteyn. Əməllər ancaq iki şərtlə qəbul olunur. Birincisi ixlas, ikincisi Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olması. Beşinci fayda, ət-təhziru min iradəti dünya bi əməlil əxirə. Ahirət əməlləri ilə dünyavi mənfəət güdməkdən çəkindirmək. Ahirət əməlləri ilə qardaşlar, dünyavi bir şey arzulamaq doğru deyil. Yəni, pul xatirinə namaz qılmaq olmaz. Pul xatirinə hər hansı bir ahirət əməlini etmək olmaz. Ondan sonra 6-cı fayda, salahul qalbi aslu salahil əməli. Qəlbin sağlam olması, əməlin sağlam olması üçün əsildir. Qəlb xarab olarsa əməl doğru ola bilərmi? Xeyr. Əməlin doğru olması üçün qəlbin doğru olması əsildir. 7-ci fayda, adamul iğtirari bi kəsratil ə'məli duna ixlasin. Çox əməllər etməklə öyünməmək. Zira Allah qatında çox əməllərlə öyünülmür. Əsas məsələ nədir? İxlas məsələsidir. 8-ci İmam-ı Şafiinin sözü ki, bu hədis fiqhi bablara daxil etmək istəsək, 70 dənə babın altına daxil etmək mümkündür. Hədisin böyüklüyünə dəlalət edir. 9-cu fayda qardaşlar, əl-ə'məlu tətəfəvət fil əcri bi həsəbin niyyə və in ittəhədə zahiruha. Eyni əməllər, zahiri hərəkətləri bir olsa da, savab baxımından fərqlənir niyyətə görə. Baxlar çəkdiyimiz namaz məsələsində olan misal. 10-cu fayda, ən-niyyətu tumeyyizu beynəl ibadəti
və tumeyyizul ibadati ba'duha an ba'din. Niyyət adətləri ibadətlərdən ayıran unsurdur. Nə deyil ki? Ədətlərdən ayıran unsurdur. Ac görsən ki. Niyyət ibadətləri adətlərdən ayıran nədir? Unsurdur. İndi fikir verin qardaşlar. Biz yemək yeyirikmi? Yemək yeyirsəm Elçin? Sən yemək yeyirsən Samir? Sən yemək yeyirsən? Hamımız yemək yeyirik. Bu rutin bir şeydir həyatımızda. İndi biri var ki, oturub yeyir, hamı yeyir, mən də yeyirəm. Başqa bir şey yoxdur. Qarnım doysun, yıxılım yatım. Biri də var ki, o da yeyir. Amma yeyir ki, niyyəti odur ki, bədənində güc, enerji olsun ki, halal ruzi qazansın, ailəsinin haqqını ödəsin, Allahın qabağında ibadətləri gerçəkləşdirmək üçün taqəti olsun. Yemək yeməkdə niyyəti budur. Bu insanın yediyi yemək də nə sayılır? İbadət. Biri var adətdir, hamı yer, mən də yeyirəm. Amma sən yaxşı niyyətlə adət olsa belə onu nəyə çevirə bilirsən? İbadətə çevirə bilirsən. Deməli, niyyət ibadətlərlə adətlərin arasını ayıran fərqlərdən biridir. Bir də ibadətlə ibadətin arasını da ayırır niyyət. Məsələ, qıldığımız namazı bu gün ortadır mı, ilkindidir mi? Nə ilə ayırırıq? Niyyətlə. Bu fərzdir, bu sünnətdir. Nə ilə ayırırıq? Hətta ibadətin özünü ayırmaq üçün niyyət nədir? Əsas unsurdur. Faydalardan 11-cisi qardaşlar, niyyəti eləyərkən bir əməldə dillə tələffüz etmək şərt deyil. Hətta dillə tələffüz olunmur, bəzi əməllər istisna. Məsələn, mən niyyət elədim lülə kebab yeməyə ki, bədənimdə taqət olsun ki, namaz qılım. Lülə kebab yeyəndə niyyət lazımdırmı? Dillə niyyət lazımdırmı? Mən niyyət elədim kətə yeməyə. Mən niyyət elədim yatmağa, mən niyyət elədim danışmağa, mən niyyət elədim baxmağa, mən niyyət elədim otmağa. Yəni, bunları dillə demək, qardaşlar, şərt deyil. Bu niyyətlərin hamısı nə ilə olur? Qəlblə olur. Və niyə qəlblə olur? Çünki Allah Azza və Cəllə ya'ləmu xainətəl a'yuni və mə tuxfis sudur. Qəlblərdə gizlətdiyinizi də, xain gözlərdə olan baxışları da kim bilir? Aləmlərin Rəbbi olan Allah bilir. Deməli, niyyət harda olur qardaşlar? Qəlbdə olur, dillə olmur. 12-ci fayda da bu hədis böyük bir fiqhi qaydadır. Hansı ki, bunun üzərinə çoxlu hökmlər qurulur. Siz yer üzündə bir qazi tapmazsınız qardaşlar, qazili eləyən, prokuror tapmazsınız ki, bu hədisi əzbər bilməsin. Bu hədisi əzbər bilməyəndən qazi ola bilməz. Çünki bunun üzərinə şəriətdə çoxlu hökmlər qurulur. O hökmlər vasitəsilə bu hədisin sayəsində o qazilər bir çox məsələlərin çözüm axtarıb tapa bilir. Allah bizi eşitib faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. İnşallah gələn dərsimizdə də növbəti hədislərdən davam edəcəyik. Və sallallahu aleyhi və səlləm və bərik alə nəbinə Muhammed.